Bismillahirrahmanirrahim. Salam, xoş gördük sizləri. Allah ibadət itaətlərinizi, dualarınızı qəbul etsin. Oruc namazlarınız Allah dərgahında qəbul olsun. Bu gecə Qədr gecəsidir və ən çox tövsiyə olunan Qədr gecələrindəndir. Hədislərdə qeyd olunub ki, 23-cü Qədr gecəsini heç vaxt badə verməyin, çalışın o gecəni əhya saxlayın, dualar eləyin. Çünki ən çox qədrin məhz 23-cü gecə olduğu hədislərdə qeyd olunmuşdur. Mən inşallah sözü uzatmadan Kamal qardaşıma söz verirəm. İnşallah öz gözəl tilabəti ilə bizi feyziyab etsin. Ondan sonra yenə də əziz və dəyərli ustadımız Hacı Əhlimanın huzurundan istifadə edərik. Ya Allah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم حميم تنزيل الكتاب من الله العزيز العليم غافر الذنب وقابل التوب غافر الذنب وقابل التوب شديد العقاب ذي الطول لا إله إلا هو لا إله إلا هو إليه المصير بسم الله الرحمن الرحيم حميم تنزيل الكتاب من الله العزيز العليم غافر الذنب وقابل التوب شديد العقاب ذي الطول لا إله إلا هو إليه المصير ما يجادل في آيات الله إلا الذين كفروا فلا يغررك تقلبهم في البلاد كذبت قبلهم قوم نوح والأحزاب من بعدهم
وهمت كل أمة برسولهم ليأخذوه وجادلوا بالباطل ليدحضوا به الحق فأخذتهم فكيف كان عقاب. ما شاء الله ما شاء الله ما شاء الله. وكذلك حقت كلمة ربك على الذين كفروا أنهم أصحاب النار. الذين يحملون العرش ومن حوله يسبحون بحمد ربهم ويؤمنون به ويستغفرون للذين آمنوا ربنا وسعت كل شيء رحمة وعلما. الذين يحملون العرش ومن حوله يسبحون بحمد ربهم ويؤمنون به ويستغفرون للذين آمنوا ربنا وسعت كل شيء رحمة وعلما فاغفر. ما شاء الله. فاغفر للذين تابوا واتبعوا سبيلك وقهم عذاب الجحيم. ربنا وأدخلهم جنات عدن التي وعدتهم ومن صلح من آبائهم وأزواجهم وذرياتهم. ما شاء الله. إنك أنت العزيز الحكيم. ما شاء الله.
السيئات يومئذ فقد رحمته وقهم السيئات ومن تق السيئات يومئذ فقد رحمته وذلك هو الفوز العظيم صدق الله العلي العظيم Allahümme salli ala Muhammed ve ali Muhammed ve accel fercahum. Allah kabul eləsin. Allah razı olsun. Allah razı olsun. Allah çok razı olsun. Allah köməyiniz olsun. Hacı selamun aleyküm ve rahmetullah. Allah razı olsun sizdən ki, yenidən bizim dəvətimizi qəbul edib gəlmişsiniz. Allah Teala ibadət itaətlərimizi, dualarımızı qəbul etsin. Allah nəfəsimizə daha da bərəkət versin inşallah. Təşəkkür, Allah kömək olsun. Allaha şükür edirik ki, bizə tövfiqi bu köməkliyi verdi. Bir Qədir gecəsində də nəsə bir şey eləmək fikrindəyik inşallah. İnşallah. Allah kömək olsun. Allah köməyiniz olsun. Allah qəbul eləsin. Ya Allah, Hacı, bugün istəyirəm ki, Həzrəti Əmirül-Müminin əleyhissalamın sonuncu vəsiyyətindən danışaq. Bugün yəni onun xüsusi bir əhəmiyyəti var. Elə biz bu Ramazan o vəsiyyətnamədən bəzi hissələrinə toxunmuşuq, həm Mir Cəfərlə, həm tək olanda. Amma onun önəmi o qədər çoxdur ki, mən istəyirəm elə sizin dilinizlə də bir dəfə o vəsiyyət haqqında bir qeydlərinizi eşidək inşallah. Buyurun. Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnehu xeyru nasirin və mu'in və sallallahu ala seyyidina və nəbiyyina və alihi tahirin və lənətullah ala ədâihim əcməin. Allahın salavat salamı olsun Peyğəmbər və əhl-i beytinə və pak möminlərə, bu gecəni oyaq qalan möminlərə, oyaq qalan gözlərə, səhərə qədər Allaha xatir yatmayanlara ki, qiyamətin günündə var, bütün gözlər ağlayacaq, bir neçə gözdən başqa ki, onlar qiyamətin günündə ağlamayacaq, biri də Allaha görə səhər eləyən gözlərdir. Elə hər bir zamanda, Qədr gecəsində, Əhya gecəsində də xüsusi önəmi var, neçə bərabərdir. Bu Qədrin axırıncı gecəsidir, çox əhəmiyyətlidir. Birinci Qədr gecəsində də biz dedik ki, bugün mühürlənəndir də. Ola bilər ki, düyün imza atılır. Ola bilər kimsə eləyib birincidə, ikincidə saxlamayıb Allah eləməmişkən. Amma olar ki, eləyib, saxlayıblar, düyün imzalanacaq. Amma olar ki, hansısa bir zərurətdən, hansısa bir qəflətdən birinci, ikinci gecə eləməyiblər, yenə gec deyil. Allah mərhəmətlidir, rəhmətlidir və elə o təlafi eləyə bilərlər. Bəli, o fota gedənləri tamamlaya bilərlər. Allah Teala görsən, bəzən insanın bir dənə elə o məqsəd yönlü baxışına, işarəsinə görsən günahları bağışlayır. İnsan bu gecədə Allahla rabitəsini qura bilsə və yenə də mən təkrar deyirəm, xüsusi bir dua lazımdır. Olanlar hamısı qəşəkdir. Amma biri indi oxuya bilmir, bilmir, vaxtı yoxdur. Amma elə öz dilində, öz sədaqəti ilə, öz səmimiyyəti ilə, bir dənə mehriban dostla necə danışar, bir mehriban sirdaşı ilə necə dərdi dil eləyə bilər, razı niyaz eləyə bilər. Bir neçə saat qalıb sübhə, burada o keçən əhyaların da qəzaların yerinə yetirə bilər. Olar ki, məsələn, ola bilər, mən, sən birinci, ikinci əhyada nə qədər yazdırmışıq, bu heç nə yazdırmayıb, amma bu gecədə bizdən də bir sözlə, bir kəlmə ilə, ondan sonra bir hərəkətlə, bir ürəyin sınması ilə, yəni
İndə qulubun munkəsirə elədir də səhv eləmirəmsə. Mən o sınıq qəlblərdəyəm, Allah Taala deyir ki, o qəlbin sınır. Bəli. Ki qəlbi sınar, Allaha yönələr. Bir anlığa insan o qəflətdə olur, bir anlığa bir hadisə törədir. Ondan sonra bir ziyanlıq vurur. Bir anlıq adam qəflət edir, görsə maşın çıxdı əlindən yoldan, bir hadisə törətdi. Bunun bu biri tərəfdə də var. İnsan bir anlığa dünyadan qəflət eləyər. Bir anlığa dünyanı yadından çıxardar. Belə dünyanın rolunu buraxar, sükanını buraxar. O bir anlıqda bir aləmə düşər, oradan elə şeylər tutar ki, adam 70 ildə görəsən onu tuta bilməyib. O Allahın əlindədir, bəndənin də öz əlində. Bu başı bəndə. O anı tutmaq, yaratmaq bəndədən də Allahın da bütün o kameraları çəkir də, gözdən qaçmayacaq. Fəmən yəməl misqalə zərrətin xəyrən yerə və mən yəməl misqalə zərrətin şərrən yerə. Misqal qədər nələr varsa hamısı hesablanır. Və əhsəynahı ma qəd inna nəhn nuhyil mauta və nəktubu ma qəddamu və əhsəynahı fi kitabin mubin. Kullə şeyin əhsəynahı fi imamin mubin. Bəli. Ayaqlarınızı da hara qoyursunuz, ayaqlarınızın altında nələr qalır və ma təsqutu min vərəqətin illa ya'ləmuha. Yarpaqlar göydən düşür. Allah hamısından xəbərdardır. O insan da bir an qəflət çox pis şeydir. Amma çox qəşəkdir ki, insan dünyadan qəflət eləyir, dünyaya baxmıyor, dünyaya əhəmiyyət vermir. Birinci əhyada idi, səhv eləmirəmsə, ya İmam Həsən əleyhissalam mövludunda idi, dedi ki, İmam Həsən əleyhissalam deyir. Mənə qardaşlardan biri dedi ki, bu hədis Əli əleyhissalamdan, dedi, İmam Həsən əleyhissalamdan da var, Əli əleyhissalamdan da var. Əli əleyhissalam deyəsən, Osman ibni kim idi, onun barəsində idi ki, onu dost tutmuşdu, sevirdi. Osman çox belə, Osmanın Hüneyf idi ya, o birisi idi, ikisindən biri idi. O ikisi də Əli əleyhissalamın yaxını idilər. Bəli. Əbazər haqqında da deyəsən deyirlər, o dostun kimliyi. Əbazərdir ya da sizin buyurduğunuz o Osmandır. Ki, o Əli əleyhissalam. Mənim yadımda elə qaldı. Biz o qardaşla yazışırdıq. O mənə dedi ki, filan kəsdir. Sonra da ardıycan qayıt dedi ki, gör insan nə qədər xoşbəxt olmalıdır ki, imamın dilində misala çevrilməlidir. İmam dilində onu başqalarına nümunə kimi göstərməlidir. Biz onun adını da bilməsək, səhv də bilsək, əslində heç bilməsək də kimin barəsindədir. Bu sözlər ki, biz ibrət ünvanında danışırıq, bir dənə elə bil Baqiyatü's Salihatdır. Onun hesabına nələrsə gedir. Belə bir adam olub, Allahın belə bir mömin bəndəsi olub, Allahın imamı dünya əhlinə ibrət göstərməkdən ötürü, dünya əhlini düz yola çəkməkdən ötürü ondan istifadə ondan istifadə edib. Deməli, bunun üçün bir dənə Baqiyatü's Salihatdır. Biri quyu qazdırıb suyun içirlər, biri bağ əkib meyvəsini yeyirlər, biri yol çəkdirib körpü salıb, cəmaat gedir, gəlir. Bunların hamısı kiçikdir bunların yanında. Ki, insanların hidayətindən ötürü. Çünki İmam şu ayənin təfsirindədir və suqnahu ilə bələdin məyyitin. Biz o ölü şəhərlərə buludları qovduq orada. Bunlar sulandılar və göyərdi yer. İmamdan soruşurlar ki, bu baharda yerin göyərməsidir filan. İmam deyir, onun əsas mənası odur ki, sənin vasitə ilə Allah bir nəfəri hidayət eləsə, 40 il bir dənə quru vilayətə o rəhmət yağışının yağmağından nədir? Həzir yaxşıdır. İndi birinin məsələn bir dənə maşını var, aparır çölün ağaclarını suladır ki, o ölməsinlər bunlar. Dirilik yaxşıdır, yaşıllığı yaxşıdır. Yolla gəlib keçən insandan, heyvandan biri bunun kölgəsində oturar, biri yarpağından düşər, bir dənə qoyun yer. Bu heyvan yer, bu özü bir dənə gözəl işdir. Hatəmi Tay aparıb çöldəki quşlara buğda səpirdi, müşrik ola. Bu qəşəng işdir, yaxşı işdir. Amma insan gələ bir dərəcəyə çata, insanların hidayətindən ötürü hər yeri suluya. Özdə kimin adı ilə, dili ilə, bir dənə müqəddəs insanın, İmam Əlinin, İmam Həsən əleyhissalamın dili ilə. Bax, bu insan üçün böyük xoşbəxtçilikdir. Bir an insan dünyadan qəflət edir, dünyaya göz yumur. Hətta sonra təzədən qayıtsa adi halına da belə,
o anda tutduğun tutub. Hacı, siz çox gözəl bir məqama toxundunuz. Mənim özümə də çox təsir elədi. Əslində biz çalışsaq ki, məsələn, yon zamanın dostluğunu qazanaq, diqqətini cəlb eləyək. Məsələn, xüsusilə elə bu gecələrdə imzanı o eləyər də, imzanı İnşallah, yer üzündəki imzası bəli odur. Mələklər ona nazil olar, Bəli, o bəli. imza eləyər, son sözü o deyir, Allahın vəlisidir, Allahın hüccətidir. Hüccətidir, bəli. Quranda da buna çoxlu nümunələrimiz var ki, məsələn, böyük bir bəla göndərəndə Allah Taala mələklər, məsələn, Lutun qövmü üçün bəla aparanda gəlib Həzrət İbrahimdən imzanı aldılar. Bəli. Onun razılığını alıb getdilər. Allahın yer üzündə hüccəti odur. Allah olarsız işin görmür. Bəli, bəli. Onlar imzalayır, Allah qəbul eləyir, onlar imzalayır, Allah rədd eləyir. Bəli. Yəni bəlanı götürür, ya bəlanı göndərir, ya neməti göndərir. Bəli. İndi bu gecə ümumiyyətlə həyatda insan özü üçün bir hədəf qoya ki, mən Dostlaşacaq. imamla dostlaşaram. İnsan dirildər, bu hədəf insanı dirildər. İndi insan dostluq qədri bilən olsa, insan dostluq dəyəri bilən olsa, həqiqətən dostluq insan üçün belə dərk olunmuş bir məfhuma, mənaya çevrilsə, ondan sonra insan dostluqda gedər tapar onu. Biz bəzən o Allahın həqiqi dostlarını tapa bilmirik. Ona görə dost nə üçündür onu bilmirik bəzən. Dost nə üçündür, dost nədir bəzən onu bilmirik. Və Allah məsələn, adam eşidəndə məsələn bir dənə bir şey var, gedir axtarır onu tapır. Amma görsən adam 1000 dənə şey alıb o yoxdur, almayıb onu. Niyə ondan xəbəri olmayıb? Dostluq bizim bəzi şeylər kimi dilimizdə elə belə şüar olub, amma əsl dostu necə olur, həqiqi dostu necə olur, həqiqi dost adama harda lazımdır. Bunları başa düşəndən sonra insan gedər, o həqiqi dost ki var, onun qapısını heç vaxt onun qapısından boş qayıtmaz. Biz öyünləri bir netdə, hamımız danışmışıq o bu sözlərdən, öyünləri bir yerdə idi. Mən bu mövzuya işarə elədim. Həzrət Yusufun qardaşları bir neçə dənə cinayət eləmişdi də, elədi. Cinayət idi də o. Nə qədər istəyir. Allahın Peyğəmbərinə demək ki, Nəbana ləfi zəlalın mubin, atamız aşkar azğınlıqdadır. Özdə adı ata dördü, Allahın Peyğəmbəridir. Onun əmanətinə xəyanət eləmək ki, Həzrət Yusuf belə. Sonra gəlib allatmaq, canavar yedi məsələn, və əkələhu zeyb. Quyuya atmaq, öldürmək istəmək, qul kimi satmaq, bunlar... Və bu işdə peşman olmaq əvəzinə, istiğfar eləmək əvəzinə elə bu işdə də israrlıdırlar, davamlıdırlar. Axır gəlirlər bir məqama çatırlar, bu boyda günahlardan tövbə eləmədən, hələ günahkar bəndə kimi, ondan sonra atalarından halallıq almadan, bu elə bil aludəçiliyin içərisində girirlər Həzrəti Yusufun sarayına. Ya əyyuhəl əziz məstənə və əhnənə zor. Və ey əziz, ey padişah, bizi və ailəmizi çətinlik sıxıb. Avfilənəl keyl. Bizim bu qabımızı doldur. Və təsəddəq aleynə. İnnəllaha yuhubbul mütəsəddiqin. Bizə sədəqə ver. O günahkar insanların, o tövbə eləməyən insanların, istiğfar eləməyən insanların, Allahın ən ehtiramını, hətta kafir də olsa belə vacib eləyən elədir ki, atanın ehtiramını saxlamayan insanların Həzrəti Yusuf bir anlığa olar ki, ayrıldılar bu dünyanın hər şeyinə, ondan sidqlə, ixlasla belə müraciət elədilər. Həzrəti Yusuf verdi, doldurdu da onların ondan artıq nə dəvələri yox idi, nə qabları yox idi yükləmə, pulun da almadı, getdi. Bir anlığa, hələ günahın içində. Onda qalmışdı, məsələn, insan 3 dənə, 1 ay oruçda, 18 gün oruçda gələ bir dənə qədri gecəsi keçirə, səhərə qədər istiğfar eləyə, sonra bir gündə gecə, gənə təzədən o bir gün fasilələrin özündə də bir hikmət var, bir əsas var. Adam elə ardıcıl olanda yorular, bəzi bir gün eləyirsən, sabah fikirləşsən nələri eləmədim. Təzədən bir enerji yığırsan, sonra bir dəfə də, sonra da gəlirsən bir gün fasilə ilə bir dəfə də oturursan səhərə qədər, yenə Allahla razı niyaz, yenə istiğfar, yenə dua, yenə zikr, yenə ağlamaq, Quranı başıva götürmək, Quranı əlivə götürmək, Allahın Quranı ilə, indi bəzilər deyir, Quran başa, keçən dəfə dedi, Allahın Quranı başıma qoyuram da, nə pis iş var burada, sən də durmuşsan ki, Quranı başa qoymaq yoxdur şəriətdə, bidətdir bəyəm Quranı başa qoymaq,
Hətta 1000 dənə şey qoyulur insanların başına. Heç onu irad edən yoxdur. Hə, qoyur bu Quranı başına, Allahın Quranın deyir, Allah, bu sənin kəlamındır. Hacı, adam o iradə eləməyə utanmalıdır. Məsələn, Hə, o yəni, özü bir mən dənə- şəxsən utanaram ki, bir adam müqəddəs bir kitabı başına qoyur. Mən də iradə edeyim ona. Biz elə, adətən də bizim millətimizdə var, başımın üstündə yerim var, gözümün üstə yerim var. Gəl qonağım ol, gözüm üstə, başım üstə. Da nə oldu? Sən mənim kimi bir dənə günahkara deyəndə ki, gəl gözümün üstə yerim var, Quranı götürüb başına qoyanda bu olur nə? Pis iş. Nəsə, o heç qarışdırmayaq. Gecəmizi qarışdırmayaq elə şeylərlə. Yaxşı, İnna hədəynahu səbilə imma şakirən və imma kəfura. Elə deyir, hə. İndi belə bir vəziyyətdə Allah gələ, bəndə gələ, bax, bu dediyimiz riyazətlərdən sonra, bu əməllərdən sonra, bu istiğfarlardan sonra gələ dura İmam Zamanın qapısına müraciət eləyə. Ya əyyuhəl əziz, məssənə və əhlənəzzür. Boş qaytarar, əbəda. Heç vaxtda boş qaytarmaz. Özdə bu şirk yadda deyir. Şirk olsaydı Yusufun qardaşları şirk eləmişdi. Yaqub da qoymazdı onu eləməyə. Yaxşı, Yusuf Allahın peyğəmbəri deyirdi ki, elə danışma onu. Səs eləməyəm, bu şirkdir. Müraciətdir. Allah demir, mənim yanıma vasitə ilə gəlin, vəsilə ilə gəlin. Allah özü yaradıb deyir, biz yaratdıq. Vasitəni Allah özü çıxardır ortalığa. Özü öldürür, deyir, biz öldürdük. Özü ruzi verir, deyir, biz ruzi verdik. Özü Quran nazil edir, deyir, inna nəhnu nəzdəlnə zikrə. Bu qədər vasitələri Allah gətirib çıxardıb ortalığa. Onun da qapısına, Allah mələki göndərir, deyir, İbrahimin qapısına o şirk olmur. Həzrəti Yusuf köynəyi göndərir, deyir, çək, sizin gözünə atam, Quranın ayəsində gözü açılacaq. Gəlir, çəkir, o şirk olmur. Məsələn, biz bir dənə müqəddəs şey təbərrük eləyəndə şirk olur. Bunları o danışsınlar özləri üçün, mutu bi qeyzuhum məsələn, belə geçsinlər. Amma ixlasla əsas mövzuda gələsən o İmam Zamanın qapısına, səlahiyyəti böyük, ondan sonra işi böyük, ondan sonra nə deyim, dayı belə, çox danışmayayım, onda da deyəcəklər ki, Peyğəmbərdən də üstün tutursunuz. Qapısına da gələn günahsız adam, atasına ehtiram eləyən adam, Allahına ehtiram eləyən adam, ondan sonra cəmiyyətdə yalan danışmayan adam, pak-pakizə, xanımlar, ağalar, cavanlar, yaşlılar, hər dəstədən, indi bütün məscidlərdə elədir də. Birdən biz o dostluğu dərk edib, o ağanın qapısını ya əyyuhəl əziz deyib, məssənə və əhlənə zur deyib, fətəsəddəq əleyna, sədəqə ver bizə sədəqə ver bu gecə, sədəqə də bizlə dostluğun olsun. Dünyada da biz elə keçinirik. Səni tanımayanlar da yeyirlər bizdən də çox. Səni tanıyıb inkar eləyənlər də yeyirlər bizdən də çox. Bir tikə çörək bəyəm haçan dinsiz acından ölüb ki, dindar da acından ölə. Bizə başqa şey sədəqə ver. O şey ki, istəyirsən sənə hədiyyə verələr, versinlər onu bizə ver. Onu ki, istəyirsən Allahdan alasan, öz üçün, ondan bizə də bir pay ver. Allahdan nələr istəyirsən, biz üçün onları da istə. Adam gələ bu qapıya gecənin bu vaxtında, bunları istəyə və bunları ala Allahdan, bizim gedə bilmirik axı, Allahla o cürə danışa bilmirik. Biz elə gərək kiməsə təvəssül eləyək, kiminsə vasitəsilə mövzu odur. Bax, bizi də bu yerlərə hazırlayan, ondan sonra bu yerlərə gətirib çıxan muizələrdir, nəsihətlərdir, məhsumların sözləridir, Allahın Quranıdır, kitabıdır, razı niyazlardır, münacatlardır. Bir də həmin bu xütbədir ki, mən gündüz də elə, dünən də dedim ki, danışanda elə öz aramızda dedim ki, bu gün axırıncı gündür, bu xütbədən az da olsa bir neçə, baxmayaraq ki, siz də danışmışsınız, bilirəm, mən də qulaq asırdım ki, Mircəfər ağa ilə bu, amma nə qədər danışılsa yeri var. Niyə? Çünki Allahın, o Yevmullahın ən həssas günü, ən belə böyük bir Yevmullah günü, bəndələrin pak günü, Allahın höccətinin dünyadan çıxıb gedəndə axırıncı dediyi sözdədir, axırıncı dediyi kəlamlar. O günləri danışırdıq, siz buyurdunuz ki, imam dedi,
ona bir qılınc, mənim çörəyimdən verir, mənim yatağımda yatırdın, onu incitmiyorsun, artıq zərbə vurmun, ölsəm bir dənə zərbə vurun, ölməsəm, tez oradan zirəng adamlar həmişə olub. Tez oradan o kişi qayıtdı ki, ölməsən, nə edəcəksən? Da bu dünyasını dəyişir də, bu fürsətdir burada. Bundan nə soruşum? Qızıl almayacağım, gümüş almayacağım. Çünki dedim, ya hələ bu sözlər gümüşdür, qızıl dedi, vay sənin al, o qızıl, gümüş metaldır. Bunların nə dəyəri var ki, sən bu sözləri qızıl. Qoy bundan bir dənə, vay bu Reyhan Buruni can verəndə çağırır o alim dostun, deyir, ya bu nə, deyir, can verirsən, deyir, can verirəm, bir var bu məsələyə cahil öləm, bir də var alim öləm, istəmirəm cahil öləm. Bir də ki, həll eləyək bizdən sonrakılar. Bu dedi, qalsam bağışlayacam. Ya hələ bağışlayasın, deyir, niyə deyir, mən istəyirəm, Allah da mənə bağışlayanlardan yazsın. Gör nə boyda məktəbdir, gör nə boyda sözdür, gör nə qədər səmimiyyət var, nə qədər təvazu var bunun içərisində. Gör bəndənin Allah qarşısında özünün nə qədər ehtiyaclı, möhtac bilməyi var. Müharibələr fatihi, qalalar fatihi, ondan sonra imzasını Allah vurmuş, gecəni 1000 rəkat namaz qılan, yətəməl məltəməl moləstəqim, ilan vuran adam kimi qıvrılardı. Gəldilər xanım Zəhraya deyirlər, ya Zəhra Əli öldü, dedilər, harada? Dedi, xurma ağacının altında. Həzrət əhəmiyyət vermədi. Dedilər, ya Zəhra, ay Peyğəmbərin qızı. Dedi, Əli ölmə, Əlinin o adi hallarıdır. Belə bir ibadət eləyən adam, Allahın imzanı, behişti, Peyğəmbərdən behişt imzası olan bir dənə adam, ondan sonra day fəzilətlərindən danışıb qutaramırıq. Deyir, mənim Allahın, mənim adımı bağışlayanların cərgəsində yazmağa ehtiyacım var. Ki, qoy Allah mənə bağışlasın. Bağışlayan, mənim nəyimə lazımdır bu İbn-i Mulcəm deyə, Şümür deyə kimdir? Allah özü bilər ondan, özü yer verirlər. O, Əlşir Nəvai Yezidə çox lənət oxuyurmuş. Buna deyiblər ki, Yezidə sən bu qədər lənət oxuyursan, birdən Allah Yezidi bağışlasa, nə edəcəksən? Dedi, Allah Yezidi bağışlasa, ona lənət oxuyanı ondan qabaq bağışlayacaq. Əgər Yezid kimdən cani bağışlanacaqsa, Allah Şümrü bağışlayacaq, bağışlamayacaq, İbn-i Mulcəm bağışlayacaq, bağışlamayacaq, özü bilər, hesabı onlandır. Amma mənim vəzifəm Allahın bəndəsinə rəhm eləməkdir. Mənim vəzifəm Allahın bəndəsinə tərəhhüm eləməkdir. Allah məndən sorursa, niyə qatili bağışladın? Allah, bağışlamaq sənin sifətin. Sən o qədər elə qatillər bağışlamısan, o qədər elə günahlar bağışlamısan, o qədər adamlara göz yumursan. Allah həsənət təcavüzdür. Yəni, keçəndə də gözəl formada keçir. Bağışlayanda da bizim kimi daha yaxşı eybi yox. Minnətlə, filanla, bəsməkənlə yox. Elə gözəl, həsənət təcavüz odur. Ya mən əzhərəl cəmil və sətərəl qəbi. Eyvallah ki, gözəllikləri həmişə çıxardırsan üzə və sətərəl qəbi. Ay Allah, o ki, sən pisliklərin üstünü örtürsən. Əbu Həmzə-i Somalidə bir yer var, acı. Deyir, Allah, mən bu ki, cəsarət eləyirəm, arada bir günah eləyirəm, səni xəbərsiz hesab eləmirəm, ki, Allahın xəbəri yoxdur bundan. Birdən Allahı inşallah görməz, yox, yox. Səni mən Ərhəm-ər-Rahimin bilirəm. Səni mən bağışlayan bilirəm. Səni bilirəm ki, açıb bu günahı mənə biabır eləməyətsən, mənə rüsva eləməyətsən. Ona görə bunu eləyirəm. Yoxsa mən bilsəm ki, sən də filan kəs kimi, elə mənim kimi, bu adamlar kimi, birində bir eyb görən kimi Facebook səhifəsində bütün dünyanın hamısına yazıb göndərəcəksən, eləmərəm, qələt eləyərəm. Amma sən səttarəliyubsan, qəffarızdunubsan, onu arxayla. İmam Səccad əleyhissalam oturmuşdu, xidmətçisini çağırdı. Filan kəs cavab vermədi, filan kəs cavab vermədi. Bir dəfə də bərddən çağırdı, filan kəs cavab vermədi. Durdu, açdı qapını, gördü, düz qapının arxasında oturub. Dedi, ay filan kəs, eşidirdin, deyir, hə. Çağırmağımı eşidirdin, dedi, hə. Dedi, bən niyə cavab vermirdin? De, arxaynam heç nə eləməyətsən. Arxaynam ki, danlamayətsən, tənbih eləməyətsən, çörəyimi kəsməyətsən, suyumu kəsməyətsən. İmam dedi, sən bu arxaynçılığa, bu xoşbünlüyə görə gedə azad elədim səni. Gedə azad elədim səni. Bax, ilahi sifətlər Allahın bəndələrində olanda gör nə gözəl olur. Kaziminəl qeyz, afinən naz və hum muhsinun. O bir nəfərin barəsində də imam istədi, o imamlardan hansısa bir nəfəri tənbih eləyə. O da xidmətçi yaxınlardan idi. İmam o biraz pis hərəkət eləmişdi nəsə.
Bəli, qoyunun qıçını sındırmış. Ay sağ ol. İmam Həsənin Hə, o da imam gəldi onu tənbih eləməyə, tez qayıtdı o ayəni oxumağa. Əlləzinə yunfiquna fis-sərra vəz-zərra. İmam əlini saxladı. Amma qəzəbli qalıb buna. Kazimin əl-Qeyzə. Dalıcan dedi ki, Kazimin əl-Qeyz. Möminlər qəzəblərini də udarlar. İmam elədi. Biraz da özünü saxladı. Dalıcan da qayıtdı dedi ki, bəhəm muhsunun. İmam dedi ki, səni azad elədim. Ki, möminlər ihsan edən olar. İmam dedi ki, gör bəndədə olanda Allahda olan sifətlər necədir? Zaten də Allah bəndəni ona görə yaradıb. İlahiləşdirməkdən ötürü. Yəni o ilahiləşmək yox da ilahi sifətlərə. İlahi sifətlərinə müqəddəsləşməkdən ötürü Allah insanları yaradıb. Əbdə əteyinə, hətta əcələkə misli. Deyir, bəndə mənə tabi ol, sən də özüm kimi qərar verim. Fəinnə qullu şeyin kun fəyən, fəinnəkə təqullu şeyin kun fəyən. Mən nə deyirəm, olur, sən də nə deyirsən, olur. Zaten beşdə gedəndən sonra hamı belə olacaq da. Durub gedib əlini uzadıb oradan meyvə dərməyəcək. Durub gedib bulaqdan su gətirməyəcək. Xala deyir, neçə buz qoy suyun içine ataq, nəmli olsun. Belə nə iradə elədi, nə istədi, hazır gələcək qarşısına. Bu ilahi sifətlərdən biri. İnsan soyuq, məsələn, beşdin barəsində demirik, la şəmsə fiyhə və la zəmhərirə. İnsan orada nə istidən, nə soyuqdan əziyyət çəkməyəcək. İnsan bəzən dünyada özün gətirib elə bir vəziyyətə salır. Soyuq əla, isti əla, gün əla, külək əla. Amma əla olmayan nədir? Deyir, əla olmayan bir şey yoxdur ki, o Nəsimi deyir, can sənə canandan nə kim gəlsə, cigərlər ağrımaz, haqq bilir. Bir zərrə neşlərdən damarlar ağrımaz. Şahə mehrindən demir, ya ki aşinalıqdandırmı? Cismimiz sərta soyallar ağrımaz. Bir dənə söz orada nə sayadın? Cismimiz səd parə soyallar ağrımaz. Deyir, şahə mehrindəndirmi? Ya aşinalıqdandırmı? Ya bu Allaha məhəbbəti çoxdur, ya da mərifəti çoxdur. İkisindən biridir, bunu soyurlar, bu ağrımır. Ona görədir, yağış da əladır, qar da əladır. Yoxsa ay Allah, yağış çoxaldı, ay Allah, qar çoxaldı, ay Allah, isti çoxaldı. Dünən eləmədi Allah. Bunun mənası budur da. Amma görsə, insan la şəmsə fiyhə və la zəmhərirə o beşdin abu havasını öz ətrafında yaradır. Dünyada istiyə də şükür eləyir, soyuğa da şükür eləyir, aclığa da şükür eləyir, toxluğa da şükür eləyir. Olanda da şükür eləyir, olmayanda da şükür eləyir. Özdə hamısı ona ləzzət eləyir. Hacı, siz orada bir hədis dediniz, ağlıma bir fikir gəldi. Dediniz ki, o məşhur qudsi hədisdir də. Əbdə əteyinətdə. Bəli, mənim bəndəm, mənə itaat elə, səni özüm kimi qərar vereyim. Mən nəyə ol deyirəmsə olur, sən də nəyə ol desən, o da olar. Bu məşhur qudsi hədisidir. Belə çıxır, Allahın bizə ümidi çoxdur da hacı. La yukəllifullahu nəfsən illa vus'aha demir. Allah heç kimə yükündən artıq yükləməz. Allah bizi ki meyraca aparmaq istəyir, deməli bizim qüdrətimiz var. Allah bizə oruç tutmağı vacib edib, oruca qüdrətimiz var, Allah onu bizə vacib edib. Namazda qüdrətimiz var, Allah onu bizə vacib edib. Cihada qüdrətimiz var, Allah onu bizə... Heç Allah bir adama deməyib ki, uçmalısan. Allah bir adama deməyib ki, özünü dağdan atıb öldürməlisən. Nəinki gücü çatmayan, hətta çətin olan bir şey Allah heç kimə neynəməyib. Yuridullah bikumul yusr və la yuridu bikumul usr. Allah sizdən heç çətinlik istəməyib. Allah hər şeyi siz üçün asanlaşdırıb. Deməli, Allah bizi istəyib müqəddəs olaq, paklandıraq və həmin o yükündən artıq yükləməmək mövzusu tam şəkildə deyir ki, Allah mehribançılığından istəyir o cür olsun. İlahiləşdirmək istəyib insan. Onu ucaltmaq istəyib. Hər şeydə bir də insan gəlsin, desin, mən tapa bilmədim. Bu çatmadı. Biri ev tikir, məsələn, görsən, yubandı. Bala, nə oldu? Şifir yoxdur. Yubandı. Təmirin qutarıyor, məsələn, nəmləsə tapa bilmirəm. Biri beşdə ev tikmək istəyir. Ha, bala, nə oldu? Deyə bilməz, material tapa bilmirəm. Deyə bilməz, məsələn, nəm şurup yoxdur, bolt yoxdur, qayqa, taxta yoxdur, nəm kraska yoxdur, aboy yoxdur. Deyə bilməz. Beşdin binaları üçün bizim əlimizdə hər nələr var. Məşhurdur bu. İndi sənədi ilə də işim yoxdur. Belə sənədi də indi olmasa da olmayıb da, nə olacaq? Deyir, Həzrəti Peyğəmbər Meyracda görür ki, tikilir bir dənə, bina deyilə, tikilir, diyanırlar, tikilir, diyanırlar. Cənab Cəbrəl deyir ki,
soruşur Cənab-ı Cəbrəldən ki, bu nədir? Deyir, sənin ümmətin adamlar təsbih deyəndə onlar materiala çevirirlər, beyişdə gəlirlər. Allama Əl-Mizanda gətirib. Hə, deməli dəqiq sənəd var. Tamam, qoy mən də ürəklə deyim, hə. Ondan sonra dayananda, deyir, təsbihdən dayananda onlar da dayanırlar. Nə qədər buradan göndərməli şeylər var. Quran da deyir ki, və ma tuqəddimu li anfusikum təciduhu indəllah. Nə göndərsiniz Allah özünüzdən ötürü orada Allah yanında, özü indəllah. Və bir ayə deyir və ma indəllah baqin və ma indəkum yənfəd. Sizin özünüz üçün nə saxlayırsınız? Məhvdir. Sabah gedəcəksiniz, görəcəksiniz, sıçan yeyib. Cibinizdə pulunuzu sıçan yeyib, nə bilim, nəvzu, tövlədə inəvzu çaqqalayıb, ondan sonra hətta heç nə də olmayıb, deyirsin, dəyərsiz. Dəyərsizləşib o 90-cı ildə neçənci pul dəyişdi. Adam vardı, çamadanla pulu var idi. Dünən yadına düşəndə qürrələnirdi. İndi baxıb çamadana ağlayır. Elə deyir, heç nəyə dəyəri yoxdur. Utandığından da çıxardıb aparıb tullaya bilmir. Görəcəklər. Borc var imiş. Abi səndən borc istəmişdim. Uşaq deyəcək, mən səndən maşını istəmişdim. Arvad deyəcək, kişi mən sənə demişdim. Məsələn də xanımlar adətən də belə çox özlərinə istəmirlər. Məsələn bu otağı belə elə və deyirdin yoxumdur. Buna görə xəcalətindən də çölə üzə çıxardı. Amma dünənləri milyoner idi. Elə deyil. Hətta adam var idi, heç yaxşı süfrə də qurmayıb evində. Uşaqları üçün yəni doyunca çörək də verməyib uşaqlarına, ancaq yığıb. Yığ. Keyfə yazma. Əcibtül mən əqənə bil hesab hədisi qudüsdədir. Keyfə yazmalı. O adam ki hesaba yəqinliyi var, necə mal cəlb toplayır, yığır. Heç nə. Allahın yanındakı əbədidir. Onu da siz Allahın yanına göndərirsiniz, baqin. Oradadır. Təciduhu indəllah. Allahın yanında tapacaqsınız. Bu bir ayədə deyir ki, və ma indəllah baqin. O ki, Allah yanındadır, göndərmişsə o əbədidir. Heç bir bank, heç bir mühafizəsi, heç bir qurum onu o cürə nə edə bilməyəcək? Saxlaya bilməyəcək, qoruya bilməyəcək. Belə fürsətlər çoxdur. Namazıdır, Əli Əleyhisselamın vəsiyyətinə. Buyurun. Sözü çəkdiniz. Hə, bəli. Bir neçəsini oxuyum, inşallah tamam eləyək. Qədrin əməlləri də varızdır da, inşallah. Yəni ki, vaxtımız var, narahat olmayın. Usikuma bi təqvəllah və Allah təbqiyyət dünya və inbəğətkuma. Deyir, təqva, bilirsiniz də bütün ənbiyanın, məsumların, hamının şuarı təqvadır. Allaha həmd, Allaha səna, Allaha, Peyğəmbər əhl-i beytinə salavat, ardizən təqva. Bəqərənin 2-ci ayəsi də təqvadır. Zalikəl kitab la rəybə fi hudən lil muttəqin. Bütün ayələr hamısı da deyir ki, təqva. Libası təqva xeyrun ləkum. Libas, Allah deyir ki, bu paltarı düzəltdi. Cəmaat indi bu modelyerlər elə bilirlər ki, özləri kəşf eləyiblər bu şeyləri. Düzdür, onlar yenilik eləyiblər, azaldıblar, qısaldıblar, geyimi üstünə qoyublar. İşim yoxdur. Amma kötü gün Allah deyir ki, biz paltarı yaratdıq da rişən ləkum. Sizin həm pisliklərinizi örtməyə, həm də sizin bəzək. Amma deyir və libası təqva zalikə xeyrun. Təqva libası daha xeyirlidir. Ya təqva azuqəsi daha xeyirlidir. Əli Əleyhisselamda Nəhcül Bələğədə hansı xütbəsinə baxsan orada təqvasız başlamayıb. Yəni təqva kəlməsi var. Usikuma bi təqvəllah və Allah təbqiyə dünya və inbəğətkuma. Nə badə deyir, dünyanın dalıcan gedəsiniz ha. Dünya sizin ardınızdan gəlsə də siz getməyin. Və dünya, ya dünya tuxadi'unu, məni alladırsan, kəənni ləstə ərifu halək. Güya mən səni heç tanımıram. Həzərəl məlikü hərəməhə və ənəssənəbtü həlaləhə. Allah sənin haramından çəkinməyi mənə əmr eləmişdi, mən sənin halalından da çəkindim. Həzrət İmam Həsənlə özü baxın kim kimlə danışır, kim kimə vəsiyyət edir. Allahın 3 dənə höccəti yer üzündə, biri o birisinə vəsiyyət edir, oğluna deyir. Biz məsələn, bəzən cəmiyyətimizdə belə bir mənfi xüsusiyyət var. Bir də məsələn, ruhani danışanda, biraz sadə şey danışanda, görsən tez möminlər götürdü, başladı SMS-ləşməyə falan. Elə bəlkə də bu ruhanidən yazırlar. Gəlmiş, oturmuş burada nağıl danışırlar, nəm neynirlər, nəm yüngül danışdı, nəm neynədi, nə tərildi. Bunu mən 1920-ci ildə eşitmişdim. 1920-ci ildən 100 il keçib, eləmişdim bir dəfə bunu əməl. Bir dəfə deyib, yadıva salırdı, əməl elə. Buna baxanda görsən İmam Həsənlə İmam Hüseynə
Həzrəti Əli deyir ki, təqvalı olun. Yəni, bizim möminlərin, bizim baxışımızdan bu nə sözdür? Ona deyərlər təqvalı olun. Bəli, İmam Əli əleyhissalam özü qəmbərə deyirdi, gəl moizə elə. İmam Sadiq əleyhissalam özü şagirdinə, ondan sonra xidmətçisinə deyirdi ki, gəl məni moizə elə. Qoy mənə də söz deyilsin. Deyir ki, İmam Həsənlə İmam Hüseynə ki, dünya sizin ardutçanda gəlsə, siz dünyanın ardı. Baxın, bizdə bəzən bir şey rastlaşır, biz o işi görürük. İstər xeyrə, istər çəyə. Biz bəzən də gedirik ardıcan. Tapırıq eləyirik, istər xeyirdən, istər şərdən. Bəzən də ki, bəzi şey bizim ardımızdan gəlir. İmam deyir ki, siz özdə təmiz insanın, pak insanın, Allahla dostluğu olan insanın dalıcan şeytan çox gəzər. Çünki şeytanın, o məşhur bir dənə söz var, şeytanı bir yuxusunda görür əlində nə qədər zincir, deyir, bu nə zincirdir? Deyir, bu insanların zinciridir, bu filankəsində, bu filankəsində, gedə-gedə söhbət edir. Və axırda görür, zincirlər qutarda, deyir, mənim zincirim var, deyir, sənin zincir lazım deyirsən, elə zincirsiz gəzirsən də dalımcan. Bəzən belə olur, məsələn. Görsən, amma o Allahın bəndələrinin dalıcan şeytan, Quranda ayə var, kimi seçdi, şeytan təmənna elədi ki, bir onu allatsın. Ona bir toxunsun. Kimi seçdi qabağa. Adam qabağa çıxdıqdan şeytanı da qüvvələşir. Gərək mübarizəsini çoxaltsın. 2 rəkat namaz qıldın, biraz da gərək möhkəm deyənasan. Rəhmətli Məşəd Səməd deyirmiş, 2 rəkat namaz qılan kimi Allah Teala adamı 6 ay aclıqla imtihan edir. Mənası bilmiş ki, 2 rəkat namaz qıldınız, Allaha yaxınlaşdınız, biraz hasarlarınızı möhkəm eləyin, şeytan bu yandan hücum eləyəcək. Bir oruç tutdun, axşamçağı mənəvi saatlar başlayır. İndi şeytan başlayacaq səni hissləndirməyə. Maşında, svetoforda, evdə, küçədə, orada, burada, dükanda, məsələn, kassada biraz gecikəndir ki, məsələn, yuvananda başlayacaqsa, nə qədər adam var burada? Nə qədər adam, sən nə gəzirsən? Bu hamısı şeytanın şərvəsi. Niyə? Görür, doldurur ovcun. Görür, Allah bağışlayır bunu. O da şeytanın dəftərində yoxdur elə bir şey. Bəzi adamın ardıcan gəzir dünya. İmam Həsən, İmam Əli əleyhissalam da İmam Həsən, İmam Hüseyin əleyhissalama deyir ki, təqvalı olun, dünyaya. Təqvalı olun. Dünya sizin ardıcan da gəlsə, siz dünyanın arasından getməyin. Və la təsəfə əla şeyin minha zuviyyənkuma. Nə də ki, dünyadan o şeylər ki, itirmişsiniz, ondan ötürü də təəssüf eləməyin. Həzrətin başqa kəlamlarında da var. Həzrət buyurur ki, 2 şey sizi məhv eləyəcək. Biri, əlinizə gəlməyən şeyə ümidvar olmaq, biri də itirdiyiniz şeyin qəmin çəkmək. Oturub elə onun dərdini çəkəcəksən, bu yandan bu birisi batacaq. O şey ki, adam oturub evində görsən, günləri iqtisadi vəziyyət çox pis vəziyyətdədir də, əksər dünyanın hər yerlərində çətinliklər var. Adam görsən, heç nəyə gedir, məsələn, filan qədər girir, bankdan kredit götürür, bir də iş görür. Heç nəyə, nəyə əsasən? Ümid edir ki, inşallah düzələcək. Elə o ümidi kredisiz otur elə də, yaxşı. Məsəl üçün, mən o misal başa salmaqdan, izah eləməkdən ötürü deyirəm. Nə, sən əlində heç nə yoxdur, əlində heç bir yerdə işləmirsən də sən. Həzrət deyir ki, buna umud olmayın. O keçənlərə də çox təəssüf olmayın, eləməyin qalacaqsınız ikisinin arasında. Və qula bil həq və əməla lil əcr. Haqqı deyin və əcridən də ötürü əməl eləyin. Muzdan ötürü əməl eləyin. Elə şey əməl eləyin ki, onun müqabilində muz düşsün. İnnə səmənəkum əl-cənnə fəla təbi'uha illa biha. Qiymətiniz muzduz da deyir, beyişdir. Ondan kiçiyinə özü satma onu heç vaxt. Ondan ötürü və kunəli zalimi xəsmə vəl məzlumu, ona zalimlə da düşmən olun, Allahın düşməni ilə düşmən olun. Nə deyir? Məzluma da kömək. Məzluma da kömək eləyin. Məzluma da kömək eləyin və çoxdur acıblar. Bir ikisini də Allah'a fil əytan. İkisini də oxuyum, tamamlayın. Sizi yetimləri sizə tapır. Yetimlərin var. Allah'a təhzirdir də o. Allahdan qorxun, Allahdan qorxun. Nə də yetimlərin barəsində. Və la tuğibbu əfvahəhum. Tuğibbu, yəni bir gün dolu, bir gün boş qoyma onun ağızlarını. Bəlkə də o elə aclığa vərdiş eləmişdi, apardın, bitkə çörəyi verdin, umsundurdun, sabah gözləyəcək. Sabah gözləyəcək. Özdə bəzi, xüsusən yetimlərin malı mövzusunda. Önləri Seyid ilə danışırdı Qurandakı ayələrdən. Quranda bəzi ayələr deyir ki,
eləmün. Bu işi əmələ gətirməyin, bu işi əmələ gətirməyin. Amma bəzi günahlar var, deyir, yaxın durmayın. Və la təqrəbu maləl yətama, və la təqrəbu zina. Bu o qədər pisdir ki, Allah deyir, nəinki eləməyin, yox, yaxınlaşmayın. Yaxınlaşmayın. Niyə? O oddur. O biri ayədə deyir ki, vəl-ləzinə yəkulunə maləl yətama zülmən yəkulunə fi butunihim nar. Zülüm yolu ilə yetim malı yeyən qarnı o deyir. Ona görə də burada deyir ki, və la tuğibbu ənfahəhum, ağızların bir gün dolu, bir gün boş qoymayın, və la yəzi'u bi həzrətikum, və əsas da bilir ki, onları qarşınızda, müqabilinizdə zay eləməyin, təhqir eləməyin. O varlının, dövlətinin, vəzifələrinin, ondan sonra nə bilim, tanıdığın, cəmiyyətdə adı sanı olan adamın övladı sənin yanına gələndə necə reaksiya verirsən? Yetim də gələndə ona görə, ondan artıq gərək ehtiram eləyəsən. Niyə? Bunun atasına görədir, onun əmsinə görədir, onun dayısına görədir, bunun da Allahı var. Qədim nənələrimizin misalı idi. Deyirlər, kimin də nəyi olsa, yetimin də Allahı var. Allah onun sərpərəstidir. Görsən necə təkid eləyir, necə durur üstündə. Allaha fi ciranukum, fə innəhum vəsiyyətü nəbiyyukum. Allahdan qorxun qonşuların barəsində. Qonşuları Peyğəmbər, sizin Peyğəmbəriniz mənə vəsiyyət eləyir. Başqa yerdə də deyir ki, elə burada deyir, mazalə yusi bihim hətta zənənnə ənəhu səyyüvərrisuhum. Peyğəmbər deyir, qonşuları bizə elə vəsiyyət eləyirdi. Biz güman elədik ki, elə oğul kimi, uşaq kimi, ailə kimi, bacı, qardaş kimi qonşu da adamdan irs aparır. Elə güman elədik. Allahə fil Qur'an. Qur'an. Və la yəsbiqukum bil əməli bihi qeyrukum. Qur'anı tapşırır. Ardizdə namazda tapşırır inşallah. Bir dəfə qismət olsa gecələrin birində bunu elə buradan ardın oxuyarıq. Bu Qur'an gecəsidir, Qur'an ayıdır. Ona görə bu Qur'anın üstündə bir 2 dəqiqə deyənək. Allahə fil Qur'an. Qorxun Allahdan Qur'anın barəsində. Sizdən başqaları gəlib Qur'ana əməl eləməkdə sizdən qabağa keçməsin. O alim deyir, Avropaya getdim, İslam gördüm, müsəlman görmədim. Şərqə gəldim, müsəlman gördüm, İslam görmədim. Avropa, Asiya, hansısa qeyri-müsəlman görərsən bütün mədəniyyətin, bütün ədəbiyyatın, bütün təlimin, tərbiyyətin hamısının İslamın üstündə qurar, İslamla qurar, İslama uyğun qurar. Ədalət deyirsən var, təmizlik deyirsən var. Biz deyirik, nəzafəti minəl iman, nədir, kloku zibili qarışıq tullayırıq küçənin ortasına. Nəzafəti minəl iman, sigaretin paçkasını atdıq küçənin ortasına. Mən onu bir dəfə də efirdə demişəm. Biz əskərlikdə olanda, nə Rus var idi, bizim komandirlərdən idi. Ona fikir verirdik biz. Gəlirdi piyada, gəlirdi, həyətə çatan kimi, o gedirdi zibil yeşiyinin yanına. Cibindən çıxardır, sigaretin kötüklərini atırdı orada. Yolda çəkdiklərini söndürüb cibinə atırdı. Uralın meşəsinin içində idi. Özdə qış idi, yanmaq qorxusu da yox idi. O meşənin içində, o boyda meşəyə, bu boyda sigaret kötüyü nə edəcək? Heç nə. Onu cibinə atırdı, gətirib atırdı. Biz deyirik, ən-nəzafəti minəl iman, təmizlik imandandır, amma o ona əməl edirdi, heç biz də əməl eləmirdik. Ona görə Qur'an hər şeyi var. Ma fərrətmə fil kitabı min şeyin. Allah Qur'anda deyir, hər şeyin proqramın biz bu Qur'anda yazmışıq. Qarnı ilə sürünən, qanadı ilə uçan, əyağı ilə yeriyən, hamısının proqramı var burada. Heç nəyin də üstündən keçməmişik. Və başqaları da gəlib sizə qabağa keçməsin Qur'ana əməl eləmək. Həzrəti narahat eləyən heç də Qur'anın tilavəti olmayıb. Əlbəttə. Rübbət halil Qur'anı vəl-Qur'an. Zaten müsəlmanlar tilavət eləyirlər, əzbərləyirlər filan. Həzrəti narahat eləyən Qur'anın proqramı. Qur'an tilavət kitabı deyir ki, tilavətinin savabı var. Tilavət müqəddimədir də. Müqəddimədir. Avazı yaxşıdır, ləhni yaxşıdır, qulaq asmağının nəyi var? Hətta məsələn, belə yazasın, telefonda canlı yox, belə lentinə qulaq asasan, yenə savabı var. İnsanın ruhunu oxşayır. Bax, işte, muğam bilənlər, muğama maraqlı olanlar, sözə maraqlı olanlar, səsə maraqlı olanlar, hamısı var o tilavətin içərisində. Amma onlar hamısı gəlib müqəddimədir, əməl eləməkdən ötəri. Adam qəşəng qulaq asa,
Məsələn də yaxşı qari Hacı Ruslan oxuyur. Ya məsələn qədim qarilərdən biri. Məsələn Kamal qardaş. Kamal qardaş oxuyur məsələn. O əqimustalat və atuz zakat. Sən də qulaq assan, maşallah, Allah Allah da deyirsən. Sonra gedib qoyursan başı üstün namazı gedir qəzaya məsələn. Amma deyir vaxtında qıl. Elə deyir. Vaxtında qılmaq Allahın xoşuna gəlməkdir. Axırda qılmaq həddizi yaxşı. Qəbul edin, buraxın çıxsın getsin. Amma vaxtında eləsən onu. Allah sevir. Rizayət sevmək mənasındadır. Allah inşallah bizi sevdiyi bəndələrdən qərar versin. Bu danışdıqlarımıza birinci özümüz əməl eləyək Allahın köməli ilə və eşidənlər də əməl eləsinlər inşallah. Amin ya Rabbel Alemin. Hacı çox təşəkkür edirik. Bu gözəl moizəvə görə, gözəl dəyərli fikirlərinizə görə təşəkkür edirik. Bu həqiqətən nəfəsiniz çox təsirli oldu mənim özüm üçün, yəqin ki dinləyicilər üçün. Allah Teala inşallah bizim bu halımızı dəyərləndirsin və inşallah ki ona olan ümidimizi doğrultsun. Ona böyük ümidimiz var bu gecədə. Allah Təbarək və Teala inşallah ona olan ümidimizə görə Allah Teala bizə bəxş eləsin. Xoşbinliyimizə görə. Bəli. Həzrəti İsa ilə Həzrəti Yəhyə idi, səhv eləmirəmsə. Biri cəhənnəm ayəsindən çox qorxurdu, biri behişt ayəsindən çox sevinirdi. Danışırdılar, o deyirdi, sən Allahın bu qəzəbindən qorxmursan, belə gülürsən. O da deyirdi ki, sən Allahın bu qədər rəhmətinə ümidin yoxdur, belə çox narahatsan. Cənab Cəbrəil gəldi, dedi ki, hər ikisi düzsüz deyir. Amma kim mənə daha çox xoşbindir, mən onun tərəfindəyəm. Allah o xoşbinliyimizi çoxalsın inşallah. İnşallah. Hacı çox sağ olun, təşəkkür edirik. Allah qəbul eləsin. Allah razı olsun sizdən inşallah.